Əxlaqsız qadınla ərinə xəyanət edən qadın arasında yerlə göy qədər fərq var. Çünki Basmon bazarındakı özbaşınalıq yenə davam eləyir. Qırmızı olmayan pomidoru qırmızı eləmək üçün. Bakıda arvadı tərəfindən döyülən kişi xəstəxanalıq oldu. Salam dəyərli dostlar, xoş gördük. Videonu axıra qədər saniyə bə saniyə izləyin, sonra fikirlərinizi yazın. Aklas dondurmaları, keyfiyyətə önəm verənlər üçün. Mövzuya keçməmişdən öncə sizə bir şey deyim ki, aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. Əsas da Rusiyada yaşayan soydaşlarımız diqqətli olsun. Çünki ən çox müştərilərimiz oradandır. Biz Çindən, zavoddan, fabrikdən istədiyiniz malı, inşaat malı, tibbi avadanlıqlar və digər nə istəsəz toptan şəkildə alıb sizə göndərə bilərik, özdə ucuz qiymətə. Təəssüflər olsun ki, Basmon bazarındakı özbaşınalıq yenə davam eləyir. Qırmızı olmayan pomidoru qırmızı eləmək üçün göy palatkaları qoyurlar. Bunu bir çoxları bilir, onlardan alış-veriş eləmirlər. Əgər belə şey olmursa, bu haram yeməkdir təbii ki. İndi olur bəzən, məsələn, kimsə gəlir deyir ki, nə istəyirsiniz, bu kasıb cəmaatdan qoy çörək pulların qazansın da. Kasıb olanda haram yemək lazımdır. Bu nə deməkdir ki? Yəni, istər varlı olsun, istər məmur olsun, istər kasıb olsun, istər fərqi yox deyə. Əgər kim haram yeyirsə, o qınanmalıdır təbii ki. Bizdə belədir də, yəni bunu mən niyə müzakirə edirəm? Bizdə hərə öz, belə deyək də, çapında, hərə öz, belə deyək, həcmində soxur. Məsələn, kasıb 5 manat, 10 manat soxur. Yəni bu hamıya aid deyil təbii ki. Məmur da 1 milyon soxur. Yəni kasıblar da bəzi zənginlərə niyə şey eləyir, nifrət eləyir? Məsələn, çünki bu 5 manat soxa bilir, 1 milyon soxa bilmir, 1 milyon yeyinti eləyə bilmir, 1 milyon haram yeyə bilmir. Ona görə nifrət eləyir. Ona görə də bu bazarda işləyir, kasıb cəmaatdır, belə şeyləri müdafiə eləməyin. Yəni bunlar soxanda sizə soxurlar, yəni. Əxlaqsız qadınla ərinə xəyanət edən qadın arasında yerlə göy qədər fərq var. Xəbər başlığı budur. Təbii ki, heç bir fərq yoxdur. Əxlaqsız qadın, yəni pulla xidmət göstərən və yaxud da pulsuz xidmət göstərən nəticədə eyni şeydir. Amma xəbərin özü budur. Əslində aktrisa deməli müsahibəsində deyib ki, bəs əxlaqsız qadın rolunu oynamaq, ərinə xəyanət edən qadın rolunu oynamaq arasında yerlə göy qədər fərq var. Bunu başlıq şey eləyiblər. Yenə də fərq yoxdur. Yəni əxlaqsız rolunu, əxlaqsız obrazı elə eyni şeydir məncə. Aktrisa heç düz danışmayıb. Amma xəbər başlığı belə idi də, yəni. Bakıda arvadı tərəfindən döyülən kişi xəstəxanalıq oldu. Hə, indi heç bir feminist bu insan hüquqları müdafiə edənlər çıxıb deməz ki, çünki onlar deyir axı biz kişiləri də hüquqları müdafiə edirik, təkcə qadın yox. Canlı nə varsa hamısını müdafiə edirik deyirlər. Basıb bağlayırlar təbii ki. Amma kişi döyüləndə kişi də cəhənnəmə döyülsün. Bu bərabərlikdir, qadın-kişi bərabərlik. Bunlar hamısı fuflo söhbətlərdir, boş söhbətlərdir. Kim əgər bunu müzakirə eləyirsə, kim əgər bu haqda danışırsa, qadın-kişi bərabər olmalıdır, bərabərik filan, qələt edir, başını divara vurur. Heç bir bərabərlik filan yoxdur. Qadına da şiddət göstəriləndə insana şiddət göstərilmiş olur. Bu qadındır deyə bunu müdafiə eləyir, kişidir deyə başına zad eləyə, belə bir söhbət olmamalıdır. Belə bir söhbət eləyənlər riyakar, alçaq insanlardır. Nəysə dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.